şirəli dana necə bişirilir onu göstərəcəm sizə. Baxın belə. O qışqırırlar, vay, bəh, 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 şirəli dana, şirəli. O necə hazırlanır onu göstərirəm sizə. Getdik, izləmədə olun. Dostlar, videoları mən sadə çəkirəm ki, insanlar başa düşsünlər. Baxın, bu şirəli danadır. İlk öncə quyruğu atırıq tavada, qovururuq, yağı çıxsın. Sonra dananın ətini, qəşəng dana ətini tökürük, möhürləyirik ki, baxın belə rəngi qırmızı olsun. Burada göstərməyəcəm. Dananın ətidir bu. Bunun üzərinə nə əlavə edirik dostlar? Bunun üzərinə turşu əlavə edirik. Baxın. Baxın, turşu əlavə edirik buna. Getdi, atırıq. Və şabalı da əlavə edirik dostlar. Baxın, şabalı tökdük. Şabalı tökdük. Və buna nə əlavə edirik? Əvvəlcədən soğança pişirmişəm burada dostlar. Baxın, bu soğançanı içinə əlavə edirik beləsinə. Baxın. Gözəl qəşəng soğançasını qarışdırırıq. Burada yanmaq üzrə işləyir. Nə edirik? Bunu hamısını tökürük. Hamısını tökdük dostlar belə. Bunu aparıb atırıq bura. Və əlavə etdiyimiz soğançanı və belə qarışdırırıq. Gözəl bir şey. Əlavə etdikdən sonra ona şirə yağı atırıq ki, o şirəyə düşsün. Çəkin onu zəhmət olmasa. Yaxınlaşdırın, buranı çəkin. Baxın, bunun beləsinə şirəyə düşürür, soğançasını vurdursun beləsinə. Bax, ətləri də əvvəlcədən qızartdığım üçün beləsinə hal əmələ gəlib bunda, baxın. Yumuşaqdır, şabalızla da pişməlidir ki, həm şabalızın, həm turşunun dadı çıxsın bunun. Yəni, mükəmməldir əslində. Bu şirəyə salacaq. Haradasa bir 2 saat beləsinə pişəcək. 2 saat. Mənə çəkdirəm də. Videoları sadə çəkirəm ki, o yalandan qışqırırlar, belə pişirir, elə pişirir. Heç nə yoxdur da. Bu insan bunu pişirə bilər, sadə, dadlı yeməkdir. Yəni, bunu sadə çəkirəm. Çox yerdə şirəyə salmaq üçün kraxmal qatırlar ki, şirəyə düşsün, mən eləmirəm. Əslində olan eləyir. Burada köhnə qalır. Şirəyə düşsün. Saxla.